Salam əzizlər, mən Hüseyn Qulzadə. Kim yatıb, kim var gecə veşindən hamınızı salamlayıram. Hər vaxtınız xeyir olsun. Bugün verilişimiz... Ağzımı için çəksən, sana bir kameraman olmuş, biraz oyanlıq çəksən. Bugünkü verilişimiz də çox maraqlı olacaq, onu da deyim. Əzizlər, bizim çox tanınmış qonağımız indi buradadır. O qədər bilgiyə sahibdir ki, yəni istənilən suala cavab verəcək. İndi sizin də alqışlarınızla onu bura dəvət etmək istəyirəm. Buyursunlar. Hər vaxtınız xeyir. Salamlayın izləyiciləri zəhmət olmasa. Bizi izləyən hər kəsi salamlayıram. Axşamınız xeyir olsun. Sizə bugün çox maraqlı suallar verəcəyik. Hətta sualları ki hazırlamışam, yəni hazırdır. İstəyirsə başlayaq. Buyurun. Bax, eşşək var, eşşək. Yəni bu eşşəklər niyə həmişə belə Müəllim eşeği bildim mənə nə tutub deyirsən o tərəfə tut ha, istəyirəm o tərəfə. sual verəm, mən əsas başa düşmürəm, o mənə sual ver. Hadi eşeği bildim mənə tutub demə. Hə. Bax bu eşşəklər deyirlər, yəni insan içində. Hə tutub demə ay qardaş o tərəfə eşeğidir. Hə, yaxşı, indi verəm həqiqətən. Eşşəklər niyə tərs olur? Yəni eşşəklər dediklərinə görə məsələn həmişə insan sığallamaq istəyir, birinin əlini dişləyir, birinə təpik vurur. Niyə eşşək kiməsə təpik vurur?